Hər kəsə salam. Bu videoda biz tələbə üçün salınmış dərslərin ləğvinə və tamamlanmasına baxacağıq. Məsələn, 27 iyul üçün bizim bir dərsimiz var. Biz o dərsi ləğv etmək istəyirik. Mən burada dərs siyahısında olan listi sadəcə sola sürüşdürəndə bizi burada iki buton qarşılayır. Tamamla və ləğv et. Biz hal-hazırda ləğv edəcəyik. Burada ləğv etə klik edəndə yeni bir səhifə açılır. Dərs ləğv et. Ləğv etmə səbəbi. Bunu ixtiyari olaraq yaza bilərsiniz və yaxud da ki, yazmaya bilərsiniz. Biz burada hal-hazırda gəlin bir məlumat yazaq. Yazaq ki, müəllim xəstədir. Xəstələnib yazaq. Xəstələnib. Bunu yazıb dərsi ləğv et deyəndə həmin şagirdin valideyninə avtomatik olaraq bu dərsin ləğvi ilə bağlı WhatsApp-dan bildiriş gedəcək. Və bunu klik edək. Artıq dərs ləğv edildi statusuna keçdim. Burada biz dərs yatağına daxil olanda hal-hazırda görürsünüz ki, biz Nazim Əsgərov üçün valideyn bildirişləri deaktiv olduğu üçün burada bildiriş getməyəcək valideynə. Çünki bunu biz burada qeyd etmişik. Amma əgər məsələn bizə hal-hazırda 2 dənə şagird var idi. Akif Həsənov. Amma Akif Həsənovun biz burada siyahısına girəndə görürük ki, valideynə bildirişlər aktivdir. Akif Həsənova həmin dərsin ləğvi ilə bağlı məlumat gedir, yəni onun valideyninə. Amma Nazim Əsgərova getmir. Bu məlumat da burada öz əksini tapıbdır. Və burada biz dərs ləğv səbəbini də görürük ki, müəllim xəstələnib. Bu, dərsin ləğv edilməsi idi. Gəlin bir dənə dərsin tamamlanmasına baxaq. Məsələn, 22 iyula bir dərs var. Gəlin bu dərsi tamamlayaq. Yenə həmin bu listdə olan elementi sağa sürüşdürürük və tamamlaya klik edirik. Tamamlaya klik edəndən sonra birinci mövzunu daxil edirik, keçirilən mövzunu. Məsələn, yazaq ki, fizikanın qanunları. Ev tapşırığı qeyd edək, səhifə 10, tapşırıq 5. Bunu qeyd etdik. Müəllim qeyd də yaza bilərsiniz və bu qeyd valideynə görünmür. Məsələn, ola bilər ki, özünüzə bir qeyd yazarsınız ki, növbəti dərs üçün test hazırlayaq. Və ondan sonra növbətiyə klik edirik. Burada isə qatılmayan şagirdləri qeyd edirik. Yəni ki, dərsdə 2 nəfər iştirak etməli idi, amma biri iştirak etmədi. Məsələn, gəlin Akif Həsənovu izləyək ki, bu dərsə qatılmadı və həmin bu qatılmaması ilə bağlı valideynə bildiriş göndəriləcək. Bunu deyəndən sonra biz tamamlaya klik edirik. Və artıq dərs detallı səhifəsini bizə avtomatik olaraq göndərir və Akif Həsənovu gəlmədi olaraq göstərir burada. Və həmçinin eynən Nazim Əsgərovun valideyn bildirişləri deaktiv olduğu üçün həmin bu bildirişi bir təzədən buradan görürük. Və siz burada dərs qeydini görürsünüz, bayaqlar yazdıqlarımızı və valideyn notları hissəsi var burada. Valideyn notlarını biz bir dəfə yaza bilərik. Çünki valideynə yazılan not avtomatik olaraq valideynə gedib WhatsApp vasitəsilə daxil olacaq onun telefonuna. Və burada məsələn Akif Həsənova bir dənə not yazaq ki, dərsdə iştirak etmədi və bu hal 2 dəfə təkrarlanır. Bunu qeyd edəndən sonra biz göndər deyirik və artıq dərslik xidməti və bu hal 2 dəfə təkrarlanır. Bu məlumat getdi Akif Həsənovun valideyninə. Amma biz məsələn məcbur deyil bu notların yazılması. Nazim Əsgərova biz heç bir not yazmayacaq. Həmçinin burada dərs detalında biz müəyyən updatelər edə bilərik. Burada biz düzəltə klik edəndən sonra müəllim qeydini sadəcə biz burada avtomatik dəyişə bilərik. Məsələn, bir qeyd nəzərdə tutmuşdunuz, amma o qeydi məsələn biraz daha genişləndirmək istəsəniz, burada siz həmin qeydi update edə bilərsiniz. Bu artıq yəni sizə qalıbdır. Amma mövzu və ev tapşırığı update oluna bilmir. Onlar sadəcə bircə dəfə yazılır. Çünki həmin məlumatlar bir dəfə valideynə gedir. Və dərsin tamamlanması və dərsin ləğvi ilə bağlı videoda bu qədər. Növbəti videolarda görüşənədək. Sağ olun.